USB-yə tax, AI yandı. Asus yeni Gen 300 ilə adi USB aksesuar anlayışını tamam başqa səviyyəyə qaldırır. Bu balaca qurğu Halo 10H çipi sayəsində 40 AI top güc təqdim edir və lokal süni intellekt tapşırıqlarını birbaşa cihaz üzərində işlətməyə kömək edir. Yəni bulut gözləmə, abunə stressi və internetin niyə yenə naz edir səhnələri biraz arxa plana keçir. Gen 300 daxilində 8 GB LPDDR4 yaddaş daşıyır və təxminən 3 Watt enerji sərf edir. Asusun vurğuladığı əsas fərq odur ki, AI yükünün bir hissəsi ayrıca resurs üzərində işlənir və bu da sistemi daha rahat nəfəs almağa qoyur. Balaca gövdədə belə texniki paket var. İnsan az qalar. Bu doğrudan fleşkadır, yoxsa ciblik laboratoriya deyə soruşur. Cihaz Windows, Linux və Android platformalarını dəstəkləyir, həmçinin PyTorch, TensorFlow və Onyx kimi populyar frameworklərlə uyğun gəlir. Rəsmi satış qiyməti hələ açıqlanmasa da, qlobal satışın 2026-cı ilin 2-ci rübündə başlanacağı bildirilir. Bəs səncə, yaxın gələcəkdə AI üçün ayrıca USB akselerator almaq normal hala çevriləcək?